İran və Azərbaycan iki qonşu dövlət olaraq uzun bir tarixi və mədəni irsə malikdir. Lakin iki qonşu dövlət bu günə qədər tam bir dostluq münasibəti qura bilməyiblər. Elə bu videoda Azərbaycan və İranın nə üçün bu günə qədər tam bir dostluq münasibəti qura bilmədiyini araşdıracağıq. İran İslam Respublikası kimi dini əsaslı bir sistemlə idarə olunur. Azərbaycan isə dünyavi dövlətdir. Belə ideoloji fərqlər hər iki dövlətin daxili və xarici siyasətində uyğunsuzluqlar yaradır. İran Azərbaycanın qərbə yaxınlaşmasından narahatdır. Azərbaycan isə İranın regiondakı təsirlərindən ehtiyat edir. İran Ermənistanla yaxın əlaqələr saxlayır ki, bu da Azərbaycan üçün narahatlıqlar doğurur. İki Qarabağ müharibəsində İranın neytral mövqedə qalması və bəzi hallarda Ermənistana dəstək tədbirləri Azərbaycan tərəfindən yaxşı qəbul olunmadı. Bu səbəb iki dövlət arasındakı gərginliyin yaranmasına əsas faktorlardan biri kimi qiymətləndirilir. İran ərazisində çoxsaylı Azərbaycan türkləri yaşayır və bu iki ölkə arasındakı həssas mövzulardan biridir. Azərbaycan İrandakı azərbaycanlıların hüquqlarının qorunmasını tələb edir. İran isə bunu daxili məsələlərinə qarışmaq kimi qiymətləndirir. Bax, bu problem də iki dövlət arasındakı gərginliyi daim pik səviyyədə saxlayır. İranın nüvə proqramı və regiondakı hərbi fəaliyyətləri Azərbaycan üçün potensial təhlükə kimi qiymətləndirilir. Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələri ilə, xüsusilə Türkiyə ilə sıx əlaqələr yaradır. Bu da İran tərəfindən narahatlıqla qəbul olunur. Buna baxmayaraq hər iki ölkə arasında iqtisadi əlaqələr də mövcuddur. İki dövlət arasında müxtəlif nəqliyyat və enerji sahələrində əməkdaşlıqlar edilir. Lakin siyasi gərginlik bu əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaratmır. Azərbaycan və İran arasında tam bir dostluq münasibətlərini yaratmaq üçün siyasi, ideoloji və təhlükəsizlik məsələlərində uyğunluq yaradılmalıdır. Belə olan halda bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə inkişaf edə biləcəkdir. Bəs sizcə İran və Azərbaycan arasında tam bir dostluq münasibətlərinin qurulması üçün ən əsas maneə nədir?